bir söhbətlə söhbət elədik rüşvət haqqında. Ki, bu mövzuya toxunaq. Mən bilmirdim bu rüşvət haqqında, məsəl üçün, öncədən mənim heç bir anlayışım yox idi. Amma bu Sələmə vasitəçilik edəndə mən bu haqda danışmışam. Mən anlamadan, bilmədən rüşvətə də vasitəçilik etmişdim. Və zəlil günə qalmışdım. Dizin sürünürdüm, Allah axtarırdım ki, mən harada səhv eləmişəm ki, bu qədər mən zillət içində yaşayıram. Hər yerdə. Mollada da axtardım, cadugarlarda da axtardım o illərdə. Tapmadım. Sonra keçdim bu İmamzadadan küstüm, gəldim kilsədə, burada da olmadı, getdim Bakıya, bəlkə dedim, bu kitab verdilər əlimə ki, İsa Allahın oğludur, belə anlamla getmişdim. Onu da tapmadım, yəni görmədim, bu iddia ilə ova çıxmışdım və İlk vəhy haqda danışmışdım. 98-ci ilin 21 Mart günü günorta. Qəlbdən söhbət. Qəlbdə söhbət. Vəhy. Onu da anlamırdım bu vəhdi nədir. Və mənə qəlbim dedi ki, kömək eləyəcəm sənə. Nə istəyirsən sənə anladacam. Gətirdi məni 99-cu ilin baharından kitabların içinə qısa gəlirəm. Və o kitabların içərisində yazılırdı. Sələm alan, sələm verən, sələmə vasitəçilik edən, rüşvət alan, rüşvət verən, rüşvətə vasitəçilik edən, demək olar ki, eyni cəhənnəm odunda qovrulacaqdır. Yalan da belədir. Mən də onu qovrulub yaşadım, gəldim. Bu rüşvət alan insanlar hakim təbəqə. Nə deyir Peyğəmbər? Ən ağır zaman biz onu yaşayırıq. O zaman olacaq ki, hakim təbəqə xalqı soyacaq. Yəni hakim təbəqə rüşvət alacaq. Xalq ac qurda dönəcək. Rüşvət verən ac qurda dönəcək. Pul verib axı, borc, xərc, dünyalıq pullar verib. Ac qurda dönəcək. Yəni o pulunu çıxartmalıdır. Bu puldan da əlavə güzaranını yaxşılaşdırmalıdır devirə görə. Qurd olmayan aradan götürəcək. Yəni məzlumlar, o deyir, bu bir dənə epizod deyim. Bilmirəm neçənci ildir, mən yazıb oxuyuram və bacım məndən xahiş elədi ki, onun nəvəsi üçün kimlik haqqında mən gedim pasport stola. Orada bilmirəm nə qədər pul oxumuşdularsa, bu da uşaqda da bu qədər pul yox idi. Mən ora getdim. Aslan adında, belə aslana da bənzər bir yükə kişi oturmuşdu. Pasport stolda. Kəpəz rayon, Gəncədə. Polis idarəsində. Bilmirəm nə danışdım, nə danışmadım. 3 vərəqli bir məktub yazdım. Apardım, qarşısına qoydum ki, bunu oxu. Oxudu. Dedim, gözləyirəm, oxu. Oxudu. Dedi, xanım, bilirsiniz ki, bunu biz tək yemirik. Belə də belə açıq söhbət elədi mən. Yuxarıdan bunu bizdən istəyirlər. Deməli, mənə kimi məzlumların pulunu
Biraz yuxarı təbəqə, o acqurda dönənlər vəzifəyə getmək üçün pul verir, hər biri bir posta otururlar, elə deyilmi? Alırlar, biraz özü yeyir, biraz yarı unluq, yarı dənlik, qalanı da gedir hakim təbəqəyə, rüşvət. Yadıma gəlir ki, o sonra aradan biraz keçdi, mən bir də ora getdim, ucu aslan yox idi, onu ucu devirmişdilər. Məsləhətinə şükür, mən devirmədim, Allah devirdi. İndi bax, bu rüşvət alanlar anlamırlar ki, bax, evlərində tutalım ki, bir xəstəsi varmı? O cəz ola bilər. Özü hər hansı bir xəstəliyə düşar olubsa, dərdinə dərman yoxdursa, bax, bu rüşvətin cəzası ola bilər. Cəhənnəm odunda qovrulmaq nə deməkdir? Ya evladın, ya özü onun bədəlini ödəyirsən. Aldığını dərmana tökürsən, qorxu içində yaşayırsan, o rüşvəti alırsan, amma azadlığın yoxdur. Sən elə bilsən azadsan, amma azad deyilsən. Bütün ürəyin elə onun yanındadır. Ya oğru çalar, ya başıma bir iş gəlir. Bunu anlamır sadəcə insanlar. İnsanlar bunu anlamır ki, yəni bugün bu rüşvəti aldım, verdim, vasitəçilik etdim, həkimə getdinsə, oradan da ola bilir. Evladının birinin başına bir müsibət gəldisə, o rüşvətdən də ola bilir. Rüşvətin bir yanı da var ki, bu insan vermək istəmir, sən onu məcbur eləyirsən. Bax, o məcbur edilənin hardasa Allah tərəfindən bir balaca rəhm olur. Orada da cəza var, amma rəhm də var. Amma o yaradan Allah deyil, mən də o rüşvətxorun yerində yaradılmış ola bilərdim. Deyir, tək Allahın adında cəm olub bu hikmətin sirri nə erkəkdir, nə dişi. Təkrar devr edir irsi. Yəni, mən kişi də onunda da yaradılmış ola bilərdim, qadın da onunda da. Bu, Allah belə özü bilir necə yaradır. Yəni, o hakim təbəqənin biri mən də ola bilərdim. O da mənim yerimdə ola bilərdi. Məsləhətinə şükür. İş burasındadır ki, bax, o hakim təbəqə ki, o imansız ki addımlar atır, bax, onların dəvənin iynə deşiyindən keçməsi, belə insanlar ki, cənnət payını yaşayıb, onların Allahın qəbuluna girməsindən çətin olacaq. Dəvənin iynə deşiyindən keçməsi asan olacaq. Nəinki bunların Allahın qəbuluna girməsi. Bu rüşvətxorlar qansız, imansız, yaradan elə yaradır. Dünya, Peyğəmbərin kəlamı deyir, mən demirəm. İman əhli üçün bir cəhənnəm, həbsxana imansızlar üçün bir behiş kimidir. O, behişli yaşayanlar, indi görürsünüz, yavaş-yavaş, belə baxıram, ad çəkmərəm, ixtiyarım yoxdur, amma yavaş-yavaş Allah Teala, siz elə bilirsiniz bunu hökumət dənləyir, yox. Bu, Allahın artıq haqq ədalətin ayırt edildiyi gün, Quran deyir, əzəl gündən təyin edilmiş bir vaxtdır, o gün həqiqətən haqla batil ayırt ediləcək. Bu ona gedir. Artıq yavaş-yavaş onları özü diz çöktürür, vahiməyə salır. Anlayan burada hesaba gedir. Qəlb evində. Hökmüdar Allahın huzurunda. Nə deyir Quran? Bir-birinizin aranızda nə mübahisə etməyin, nə özünüzü bir-birinizdən üstün bilməyin, düz bilməyin. Çünki hər biriniz hökmüdar Allahın huzurunda olacaqsınız. Harda? Qəlb evində.
İnsan öz daxilində Rəbbi ilə tək qalır, qulaq qəlbə yaxın olur. Vəssalam, hesabı burada verəcəkdir. Hər kəs. Tabi oyadır qəlbləri. Və o zəli nətər insanın qanını sorur. Bir balaca tuz atanda hamısını geri qaytarır. Bu xalqın haqqını yiyən, xalqı əziyyət içində yaşadan, dilənçi vəziyyətinə salan Allah özüdür. Amma o məmurların simasında. Onlara cənnəti yaşadıb, indi zəli kimi qusturub bu xalqın haqqını qaytaracaq və bu xalq ədalət dünyasında cənnət abu həvalı yaşayacaqdır. Və birincilər sonuncu, kitab deyir, mənim bir dənə də sözüm yoxdur burada. Birincilər sonuncu, sonuncular birinci olacaqdır. Sənin nazirin düşəcək ən adi bir süpürgəçinin maaşı nədir elə, süpürgəçinin də maaşı qalxacaq, bərabərlik. Çünki necə biz bir bədən olub çoxlu üzvlərə malikik, hər üzvümüzün də öz vəzifəsi vardır, eləcə də biz ruhən Allahda bir bədənik, ayrı-ayrılıqda küllü bəşər olaraq biz biri-birlərinin üzvləriyik. Sənin nazirin papağına tutaq, başına tutalım ki, bir baxalı papaq qoysun, ayağı da mənəmsə, ayağına da diqqət ayırmasın. Düşəcəkmi o papağın başına? Paltar çıxacaq məynindən, libası. Bax, bunu dərk etməyiblər ki, bugünə qədər özünü dərk, Allahı dərk, Allahı özündə dərk. Yəni, indi Allah Teala oyadır, deyir, bəstinə gidiniz. Cənnət payınızı yaşadınız. Cəhənnəm payını yaşayanların cənnət payı durur, cənnət payını yaşayanların da cəhənnəm payı durur. Yəni, o varın halın içindən düşəcək, adi sıravi bir insan kim olacaq? Ona biraz ağır gələcək, amma vərdiş halını alacaq. Mən də çox imkanlı bir özüm üçün bayezən, diplomatla pullu gedib kurortlarda, bon magazinlərindən, dükkanlarından, çeklərdən alıb giyən bir insan idim. Aldı əvvəl biraz mənə bu dan gəlirdi, amma öyrəşdim. Onlar da öyrəşəcək. Çıtır-çıtır öyrədəcək. Hamı çıtır-çıtır qaytaracaq. Bu insanların haqqı özünə qaytarılacaq və ədalət dünyası belə qurulacaq. Bunu kitablar vəd edir. Bax, rüşvətin sonu budur. Bugün bunu məndən bir insan xahiş etdi ki, bu mövzuya biraz dərindən dəyim, rüşvətin sonu budur. İstəyir prezidentim olsun, istəyir nazirim olsun, kim olur olsun, hamısı qaytarılacaq. Allah Teala necə edəcək onu bilmirəm. Bu xalqın haqqı özünə çatacaq. Bax, o cənnət onu da ayaq tutub yeriyəcək, biz onu yaşayıq. Mən onu görməliyəm. Çünki bu qədər ömrü boşuna hədərə verməmişəm. Mən elə onu gözləyirəm illərdir. Səbir şadlığın mayasıdır, burada deyirlər. Zarafat deyil. 40 yaşından bu yana mənə də dünyanın nəyini yaşatmayıb, bunları demək üçün. Məsələn, budur rüşvətin sonu.